Salam mənim əzizlərim. Bugün sizdən 22-28 dekabr arası əkizlər bürclərini nələr gözləyir ondan bağlı bir açılım edəcəyik. Əkizlər üçün üzümüzə gələn həftə nələr olacaq, necə olacaq? Gəlin. Çox qərarsızsınız, təcrübələrdən yararlanmaq istəyirsiniz, kimlərdənsə məsləhət alırsınız, hətta deyirsiniz ki, bu problem mütləq həll olunmalıdır. Bu böyük ehtimal işlə və yaxud da münasibətlə bağlıdır, onlardan qurtulmaq istəyirsiniz. İstəyirsiniz ki, özünüzü çox mühakimə eləyirsiniz, çiçəklənmə istəyirsiniz ki, sanki kimdənsə məsləhət istəyirsiniz, rəhbər olsun sizin üçün, sizə yol göstərsin. Kiminsə məsləhətinə ehtiyacınız var, kimdənsə kömək almaq istəyirsiniz. Yeni başlanğıclar etmək istəyirsiniz, amma hamısını ölçüb biçməlisiniz. Çünki ola bilər ki, bu yeni başlanğıclar, yəni ani yeni başlanğıclar sizə, belə deyək də, dava dalaşla, yəni başlanğıc istəyirsiniz, amma planlı olaraq etməmisiniz deyənə dava dalaşla qarşılaşa bilərsiniz. Savaş çıxdı. Baxın, deyir ki, razılığa gəlməlisiniz. Hər hansı bir addım atmamışdan qabaq ölçün, bir biçin. Sonra razılığa gəlin. Birlik, bərabərlik istəyirsiniz. Həyatınızda nəyisə edirsinizsə, onun tez olmağını, yəni tələsməyin. Yavaş-yavaş, planlı, addım-addım fərqinə vararaqdan etməlisiniz. Nəyisə qeyd edəcəksiniz. Xoş bir yığıncaq mı deyim, görüş mü deyim, amma bu tez olacaq. Tezliklə olacaq. Nəysə paylaşım ola bilsin ki, bu həm də belə deyək də, hər hansısa bir niyyətiniz, istəyiniz, arzunuz var. Onunla bağlı qeyd eləyirsiniz. Nə bilim, nə niyyətiniz, nəzriniz varsa onu paylayırsınız, verirsiniz. Yəni bu kimi bir şeylər. Fikir eləyirsiniz. Aldadıldığınızı, yanıldığınızı düşünürsünüz. Amma öz iç səsinizə güvənirsiniz ki, mən bunları həll eləyə bilərəm. Fikir verirsiniz, keçən ayın noyabr ayında insanlarda nəyisə həll edə bilərəm cümləsi yox, daha da depressiv, kədər, ağlamaq bu şəkildə çıxırdısa, indi yeni aydan sonra artıq insanların içində inam hissi yaranıb. Sevgi münasibətlərində yaradıcı, yenilikçi olmaq istəyirsiniz və istəyirsiniz ki, sevgi münasibətlərində biraz sevgi münasibətlərində romantik bir şeylər istəsəniz də biraz əlinizi bərk tutursunuz. Bu da qarşı tərəfdən yaxşı qarşılanmır, yəni narazıçılığa səbəb olur. Daxili səsinizə güvənin, hər şey yaxşı olacaq, yəni mümkündür. Çox düşünməyin. Belə, sevgi kartlar bizə bunu dedi. Gəlin sizə əkizlər üçün üzümüzə gələn həftə sevgi mesajına baxaq. Kartlar görək bizə nə mesaj verir. Üzüntü, kədər göstərdi. Baxın, burada ki kartlar ki, düşünülmədən addım atıb savaş, yəni razılığa gəlmək tam bu kartla üst-üstə düşür. Mesajda da sizə deyilir ki, kiminsə xətrinə dəyməyin, yəni ki, kiminsə qəlbini qıraraq siz özünüz mutsuz olacaqsınız. Çünki siz özünüz bu haqda fikir eləyəcəksiniz. Həm qarşı tərəf üzgün olacaq, həm də siz yəni ki, peşmançılıq hissi keçirə bilərsiniz. Belə.